Həm tibbi, həm də iqtisadi cəhətdən səmərəli olan rozmarin bitkisinin Dövlət Aqrar Universitetinin tələbələri tərəfindən kütləvi çoxaldılması prosesinə start verilib. Belə ki, tələbələr burada həm bitkinin çoxaldılmasını, həm də üzərində elmi araşdırmalar aparılması prosesini həyata keçirirlər. Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup tələbəsi rozmarin bitkisinin yaşıl qələmlərinin kütləvi çoxaldılması işinə başlayıb. Dosent Allahverdi Seyidovun rəhbərliyi ilə bağçılıq ixtisasının müxtəlif kurslarından olan bir qrup tələbə üçün bu təcrübə həm nəzəri, həm də praktiki biliklərin daha yaxşı mənimsənilməsinə və rozmarin bitkisinin səmərəliliyi və faydalarının geniş ictimaiyyətə çatdırılmasına imkan yaradır. Allahverdi Seyidov ötən illərdən fərqli olaraq bu il prosesin kütləvi xarakter aldığını və ilkin olaraq 1000 ədəd yaşıl qələmin çoxaldılmasına başlandığını deyib. Belə bir razılığa gəldik ki, bu bitkinin tələbələr eksperimental olaraq çoxaldılmasına kütləvi başlasınlar. Çünki bizim istixanalar mövcuddur, şəraitimiz mövcuddur. Lavanta ilə bərabər rozmarin tarlamız mövcud və bugün görürsünüz ki, tələbələrimiz artıq bu bitkini çoxaltmaq həm iqtidarındadırlar, həm də çoxaltmışlar, bu təcrübələri vardır və bunun kütləvi çoxaldılması, eyni zamanda bunun satışını təşkil etmədə qarşımıza bir məqsəddir. Bu həm tələbələrə motivasiya verir, həm də ki, iqtisadi baxımdan çox gəlirli bir bitkidir. O, həmçinin deyib ki, xüsusilə qardaş Türkiyədə məşhur olan bu bitki əsasən balıq yeməklərində əvəzsiz ədviyyatdır. Həm tibbi, həm də maddi cəhətdən faydalı olan rozmarin və ya biberiya Aralıq dəniz iqlimində böyüyən və xoş qoxusu ilə tanınan bitkidir. Mətbəximizdə istifadə edilən və yeməklərimizə ləzzətli ətir verən rozmarin sağlamlıq üçün də çox faydalıdır. Tərkibində yüksək miqdarda B, C, D, E və K vitaminləri olan rozmarin qida dəyəri yüksək olan bitkidir. Həmçinin dəmir, kalsium və fosforla da zəngindir. Bizim üçün rozmarin bitkisi çox maraqlıdır. Buna görə də dərsdən sonra deməli vaxtımızı daha çox bu bitki üzərində işləməyə yönəlmişik. Qeyd edək ki, biberiya bitkisindən kosmetik məhsulların hazırlanmasında və aromaterapiyada da istifadə olunur. Müalicəvi xüsusiyyətlərinə görə dəri xəstəliklərinin müalicəsində və dərinin kosmetik işlənməsində səmərəlidir.